Hər il insanlar Azərbaycan tarixinə qanla yazılmış 20 yanvar faciəsini anmaq üçün Şəhidlər Xiyabanına gəlir. Yanvarın 19-u olmasına baxmayaraq xiyabana dəstə-dəstə axşanlar bu günü hörmətlə, qürurla anır, müstəqilliyimiz uğrunda can vermiş şəhidlərin əziz xatirəsini yad edirlər. Şəhidlər Xiyabanına gələnlər arasında sadə vətəndaşlarla yanaşı, həm də dövlət rəsmiləri də var. Düz 36 il bundan qabaq Azərbaycan xalqının yaddaşına qanla yazıldı. Amma o tarix, o faciə Azərbaycan xalqının əzmini qıra bilmədi. Əksinə, azadlığı və müstəqilliyi uğrunda zəfərə qədər gedən yolda əzmlə addımladı. Bugün 20 yanvar hadisələrinə münasibət yalnız matəmlə məhdudlaşmır. İnsanlar bu tarixi azadlıq, mübarizə və milli yaddaş kimi dəyərləndirir. Şəhidlərin xatirəsi isə illər keçsə də unudulmur, nəsildən nəsilə ötürülür. Çünki bu təkcə keçmişin deyil, bugünün və gələcəyin də yaddaşıdır. Hər il olduğu kimi bu ildə 20 yanvar ərəfəsi uşaqlarımızı bura, bu müqəddəs məkana, and yerimizə ziyarətə gətirməyi özümüzə borc bildik. Hər il, düzdür, hər gün, hər saat bizim üçün 20 yanvar bir gün xatırlanası gün deyil. Hər gün, hər an bizim yadımızdadır. Bizim qan yaddaşımızdır. Bu bizim bir tariximizdir. Hansı ki, həmən günü Bəxtiyar Vahabzadənin sözləri ilə desək, onlar öz qanları ilə azadlıq toxumu səpmişdilər ki, hansı ki, həmən azadlığı bugün qazanan şagirlərimiz var ki, onu biz hər gün onların yadında salmaq üçün, hər gün, hər dərsimizdə biz bunu təkrar edirik. Yəni, biz bir gün qeyd eləmirik bu şəhidləri, elə hər gün qeyd edirik. Hər il olduğu kimi də bu il gəlmişik bura ziyarətə. Allah şəhidlərimizə rəhmət eləsin. Qələbəmizin başlanğıcına gedən yoldur. Əslində 20 yanvar qürur tariximizdir. Bizim qürur tariximizdir. O gündən başlanan tarix Qarabağ zəfərindən başa çatdı. Buna görə də şəhidlərimizin ruhu qarşısında baş əyirik. Yəni, bu günü belə yad edirik. Uşaqların hamısı bir qürur tarixi olaraq qeyd edir bu günü. Əslində bir qürur tariximizin başlanğıcı, qələbəyə gedən yolun, zəfərə gedən yolun ilk başlanğıcı kimi qeyd edirik. Şəhidlik adını ucuz tutmayın, ölülər sözünü dilə almayın, onlar yaşayırlar, siz unutmayın, adın tarixlərə yansıdı şəhidlər. 20 yanvar həm də qəhrəmanlıq salnaməsidir. Bu tarix Azərbaycan xalqının azadlıq uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim Media.